Amma əli olanda haram olmur. Heç bir problem də yoxdur. Bu cür deyib altından çıxırlar. Vəssalam. Sanki heç nə olmayıb. Deyir, əlinin hərəkətində, o feilində. Heç bir şey yox idi, deyir. Mübah idi. Belə də deyir. Xoy. Yəni, Fatiməyə hər əziyyət verən şey haram deyil. Yəni, Əbu Bakır verdisə haramdır. Əli əziyyət verdisə yox, haram deyil. Bunu demək istəyirlər. Bismillahirrahmanirrahim. Mevla-i Muttəqiyan əleyhissalamın haqqında və xanım Fatimə Zəhra əleyhissalam haqqında Buxaridə bir hədis var. Bu hədisi müəyyən qədər şərh eləyim. Hər kəs öz insafı ilə onu bildiyi kimi qəbul etsin. Sahih Buxaridə göstərilir ki, Hazreti Peyğəmbər əleyhissalam buyurur ki, Fatimənin qəzəbi mənim qəzəbimdir, mənim qəzəbim Allahın qəzəbidir. Hər kəs Fatiməyə əziyyət eləsə, məni eləyib və məni eləyən Allaha eləyib. Başqa bir hədisi gətirirlər, bu hədisin yanında söyləyirlər. Bu hədis ki, o da Buxaridə var. Qeyd olunur ki, güya xanım Fatimə Zəhra əleyhissalam Hazreti Əliyə qəzəblənmişdir. Bir hədis söyləyirlər ki, bu hədis Əhl-i Beyt məktəbində həm digər əqidə kitablarında qeyd olunmuşdur. Belə ki, bir gün Hazreti Əli əleyhissalam öz evində idi. Xanım Fatimə Zəhra əleyhissalam evə gəlir və daxil olur, görür ki, Hazreti Əli əleyhissalam başını öz cariyəsinin ayaqlarının üzərinə qoyub. İndi orada biraz fərq edir deyilişdə. Xanım Fatimə Zəhra əleyhissalam bunu görür və çıxıb gedir. Bəzən görürsən ki, insanlar biri qısqanclıqdanmı, ya müəyyən qədər narahatçılığını gətirirlər, qəzəblə əvəz edirlər o sözləri. Amma o fərq eləyər. Ola bilsin ki, bu hadisə baş verib, xanım Fatimə Zəhra əleyhissalam gəlib görüb və xanım qısqanclığı ilə də müəyyən qədər insandır, təbii ki, çıxıb gedər ya hər nəsə. Amma qeyd etdiyimiz hədis ki, indi onun haqqında danışacağıq, o hadisələrlə müəyyən qədər fərq eləyir. Bu belənçinə olmuşdur. Əli əleyhissalam Məkkə müşriklərindən olan Əbu Cəhlin qızına elçi göndərir və onunla evlənməyi təklif edir. Xanım Fatimə Zəhra əleyhissalam Həzrət Əlinin əməlindən qəzəblənir. Yəni bu hədis söylədim, indiki hədis, bu da Sahih Buxaridə qeyd olunubdur. Həzrət Əli baxır ki, xanım Fatimə Zəhra əleyhissalam bu işdən qəzəbləndi və Həzrət Peyğəmbər əleyhissalam da bunu bilir, gedib xanım Fatimə Zəhra əleyhissalam Peyğəmbərə bunu danışır və Peyğəmbər əleyhissalam buyurur ki, hər kəs Fatiməni qəzəbləndirsə, məni qəzəbləndirmişdir və məni qəzəbləndirən Allaha qəzəbləndirmişdir. Belə yazırlar ki, bu hədislər elə xanım Fatimə Zəhra əleyhissalamın qəzəblənməsi, Əbu Cəhlin qızına elçi göndərməsi idi ki, Peyğəmbər əleyhissalam buna görə bu hədisi söyləmişdir. Gəlin bir özlüyümüzdə diqqət edək bir məsələyə. Əvvəla budur ki, Əbu Cəhil Məkkənin tanınmış müşriklərindən idi, ağsaqqallarından idi. Yəni, onun sözü idi. Belə bir şəxsin, müşrikin qızına Həzrət Əli əleyhissalam elçi göndərərmi? Özü harda? Quran-ı Kərim buyurur ki, möminlər, möminə xanımları və kafirlər, müşriklər də müşrik kafirlərlə evlənsinlər. Yəni, bir mömin insan gedib müşrikin qızına elçi düşmək, bu nə deməkdir? Yəni, bunu Həzrət Əliyə rava görərsinizmi ki, bu sözləri siz deyəsiniz? Yəni, bu olmayan bir şeydir. İkincisi budur ki, bu hadisə Mədinə şəhərində güya baş veribdir. Mədinə şəhəri ilə Məkkə şəhərinin arası 700 kilometr təxminən məsafəsi var. Özü də ki, Məkkə müşrikləri hərbi kafirlər idi. Yəni, onlar İslamla düşmən idi, onlarla müharibə aparırdılar. Belə bir məqamda Əli əleyhissalam məgər Məkkəyə elçi göndərərmi ki, ay Əbu Cəhil, mən sənə baxmıram, mən loru dillə deyirəm, sənin müşrik olmağı, kafir olmağı, səndən müharibədə olmağı baxmıram, amma sənin qızını sevirəm, mən istəyirəm ki, onunla həyat qurum. Əqli olan şəxs bu sözlərə inanarmı? İnsaftırmı? Ondan əlavə, xanım Fatimə Zəhra əleyhissalama bu sözü ki, gətirirlər, şamil edirlər. Tutalım ki, misal üçün, həmin məsələ baş veribdir. Xanım Fatimə Zəhra əleyhissalamın etdiyi bu etiraza Əli əleyhissalam siz bilən nə deyərdi? Mən oturub bunu özlüyümdə fikirləşdim. Misal üçün, tutalım ki, bu şey baş veribdir. Onda Əli əleyhissalam xanım Fatimə Zəhra əleyhissalama deyərdi ki, ey xanım,
Qur'an-ı Kərimdə Allah Taala icazə veribdi kişilərə ki, xanımları 1, 2, 3, 4-ə qədər evlənə bilərsən, amma ədalət şərti ilə. Yəni necə? Yəni ədalət gərək icra olunsun. O vaxtki dövrlərdə əksəriyyət bir xanımla heç ədalətlə rəftar eləmirdi. Çünki ərəb cahiliyyəti qadınları heç bir hüquqa imkan vermədilər ki, qadın azad yaşasın. Bütün hüquqlarını əllərindən almışlar. Dediyim budur ki, Mövla-i Müttəqiyan xanım Fatimə Zəhra əleyhissalama deyərdi ki, ay xanım, Qur'an icazə verdiyi şeyi sən niyə icazə vermirsən? Məgər xanım Fatimə Zəhra əleyhissalam bilmir ki, cariyə kişi üçün halaldır. Əgər o şey hadisə baş verib cariyə məsələsində, onda Əli əleyhissalam da deyərdi ki, xanım, Allah icazə veribdi ki, cariyə sizin öz malınızdır. Sən ona qarşı niyə çıxırsan? Və hətta xanım Fatimə Zəhra əleyhissalama deyərdi ki, ey Peyğəmbərin digər göşəsi, əziz balası, əgər sən mənim Əbu Cəhlin qızına evlənməyimə, elçi göndərməyimə qəzəblənirsənsə, demək, sən etiraz edirsən Allahın ayələrinə. Əksinə Allahın ayələrinə ki, mən əməl edirəm, qəzəblənmək mümkün deyil. Və həmçinin deyərdi ki, ya Zəhra, sənin atan Həzrət Peyğəmbər əleyhissalamın bir neçə xanımı var. Necə ola bilər ki, sənin atan bir neçə xanımla həyat qura bilər, mən həyat qura bilmərəm? Yəni, baxırsınız ki, artıq bu heç bir məntiqə uyğun gəlmir. Bunlar uydurmadır. Biz hədislərdə də eşitmişik ki, Fatimənin qəzəbi Allahın qəzəbidir. Onda belə çıxır ki, Allah icazə veribdir 4 xanımla evlənməyə kişi icazə veribdir Həzrət Əli əleyhissalam. İkinci xanım elçi göndərir. Yəni, Allahın buyurduğuna elçi göndərir. Bir tərəfdən də Allah xanım Fatiməyə görə qəzəblənir Əli əleyhissalama. Məgər Allah halal buyurduğu işə Əli əleyhissalam ki, əməl eləyir, onda nə üçün qəzəblənməlidir Əli əleyhissalama? Baxırsan ki, bu da tam uyğun gəlməyən məsələdir və uydurma bir hədisdir. Odur ki, bu cürə hədislər həm məntiq cəhətdən, həm ravi cəhətdən qəbul edilməzdir və səhih ola bilməz.